Cənnət heç də ucuz bir yer deyil, qardaşlar. Qətiyyən cənnətin ucuz bir yer olduğunu düşünməyin. Hər kəs öz əməllərini qarşısına qoyub fikirləşsin. Kimlərdən əmaxı mən? Bu əməllərim mənim cənnətə girməyimə kifayət edərmi? Yoxsa cəhənnəm əhlindənəmmi mən? Allah qorusun. Yəni bu gedişlə mən hara gedirəm? Mütləq səni bu dünyada yayındıranlar olacaq. Yəni bu heç vaxt bitməyəcək zaten. Özün özünə sual ver. Bax bu gün ölsən əgər sən kimlərdənsən? Cənnət əhlindən olacağına inanırsanmı? Başqalarına baxmağı qoy bir kənara. Nə edirsən axı başqalarını? Özünə bax, öz əməllərinə bax. Yəni bu gediş haradır? Bax bu gün Allahın huzuruna çıxsam nə deyəcəyəm? Elə ancaq sabah deyirəm. Hədislər eşidirəm, ayələr eşidirəm. Və bütün bu bilgilər də xəbərdar olub amma əməl etmədiyim üçün hamısı əleyhimə toplanır. Əgər bu gün ölsəm Allahın qarşısına çıxıb nəyi bəhanə eləyəcəyəm? Subhanallah. Səhabələr Allah Rəsulü sallallahu aleyhi və səlləmdən soruşdular ki, ey Allahın Rəsulü, ahirətdə dünyada ikən biri-birimizin arasında olan münaqişədən, amma yenə də dünyada öz aramızda həllini tapan bir münaqişədən də sorğuya tutulacağıq mı? Allah Rəsulü sallallahu aleyhi və səlləm cavab verdi ki, bəli. O zaman onlar məyusluqla dedilər ki, vallahi bu çox çətin sorğu-sual olacaq. Yəni bu dünyada kiminləsə bir mübahisəniz olubsa, eyni məsələ ilə ahirətdə ilahi məhkəməyə, Allahın huzuruna çıxacaqsınız. Bu dünyada istədiyinizi edə bilərsiniz. Onu bunu aldadıb fırıldaq gələ bilərsiniz. Bəs Allahın huzuruna çıxdıqda nə cavab verəcəksiniz? Əgər kiminsə haqqına girmisinizsə, orada həmin haqqı geri qaytarmaq kimi bir şansınız da olmayacaq. Subhanallah. Hətta Allah Rəsulü sallallahu aleyhi və səlləm belə dua edərdi. Allahumma hasibni hisaban yesir. Ya Rəbb, mənim sorğu-sualımı asan eylə. Ayşə radiyallahu anha soruşdu ki, bəs asan sorğu-sual nədir ey Allahın Rəsulü? O isə buyurdu ki, Allah əməllərə baxsın, amma onu örtsün, üzümə vurmasın. Yəni cəzalandırmasın. Subhanallah. Allah Rəsulü bir peyğəmbər sorğu-sualından qorxurdu. Bəs biz nəyimizə güvənirik? Ona görə özünüzə baxın, öz əməllərinizə baxın, başqalarına baxmayın. Nə bilim kimlərsə filan hədisin, filan ayələrin tələblərinə cavab vermirlər deyə baxmayın. İlk öncə özünüzə baxın. Mən özüm həmin hədisin, həmin ayələrin tələblərinə cavab verirəm, yoxsa yox? Eşitdiyim, lakin tələblərinə cavab vermədiyim hədislərə, ayələrə görə Allahın huzurunda nə deyəcəyəm? Ümumiyyətlə mən Allah üçün nə edirəm? Və etdiklərimin də hələ nə qədərini həqiqətən Allah üçün edirəm?